Görüntülər Sumqayıt şəhəri Hacı Zeynəbdin Tağıyev qəsəbəsinin Ağoğlan Rızayev küçəsindəndir. Qaynar xəttimizə müraciət edən qəsəbə sakinləri yolların istifadəyə yararsız olmasından şikayətçidirlər. Onların sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb. Yağış yağdı, buradan keçmək olur, palçıqdan uşaqlarımız, nəvələrimiz məktəbə zülümlə gedir. Təcili yardım çağırırsan, gəlmir. Mən buradan məktəbə gedirəm, hazırlığa gəlirəm, musiqiyə gedirəm. Bu yollarda gedib gəlmək çətin olur bizə də. Yəni istəyirik bura təzə yollar çəkilsin ki, gediş-gəlişimiz asan olsun. Gecə qaranlıq olur, keçə bilmirik. 14 ildir yaşayıram. Buranı neçə dəfələrlə düzəltdirmişik, amma yenə də xeyri yoxdur. Bax, yolumuz bu gündədir. İşıqlarımız yoxdur. Gecə fəhlə var burada. Məktəbə gedən var. İkinci sinif məktəbdən gələnlər var. Başqa dönmüsən. Yazıq deyil bu millət. Nə gözümüz görür bu yolunu. Deyə o da o köhnə maşın mənim gündə 20 dəfə o yer aparırım, uşaqları bu yana aparırım. Yol problemi ilə yanaşı küçədə işıqlandırılmanın olmaması da qaranlıq vaxtlarda gediş-gəlişi daha da çətinləşdirir. Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, şəhərin yol infrastrukturu ilə bağlı tədbirlər planı mövcuddur və həmin ərazidə asfaltlanma işlərinin aparılması nəzərdə tutulub. İşıqlandırılma ilə bağlı aidiyyatı qurumlara məlumat veriləcək və tədbirlər görüləcək.